Əncir mürəbbəsi. Əncir mürəbbəsi ehtiva etdiyi yüksəklik nisbəti sayəsində həzmi sürətləndirir və asanlaşdırır, bağırsaqları yumşaldır. Öskürək, boğaz ağrılarına, soyuq dəymə və bronxitə faydalıdır. Əvvəlcə əncirləri yaxşıca yuyuruq. Əncirin üç tərəfinə çəngəli batırırıq. Bişirəcəyimiz qaba bir sıra əncir, bir sıra şəkər töküb bir gecə saxlayırıq. Sabahı gün orta odun üzərində hərdən qarışdıraraq və üzərindəki kəfi yığaraq 30-40 dəqiqə bişiririk. Daha sonra tam soyudub yenidən 10-15 dəqiqə bişiririk. Limon tuzunu töküb, qarışdırıb ocağı söndürürük. Soyudub təmiz bankalara yığırıq. Kanalıma baxmağı və abunə olmağı unutmayın.